Can bala. Necə də qəşəng qoşsan. Qulaq asırdın mı Sara xala? Necə ki qulaq asırdın qızım? Bir də ona qulaq asmaq lazım deyil. Elə özü mirvari kimi qulağa süzülür, baş işinə dönür. Məni çağırırdılar, eşidirdiniz mi? Ancaq... Biz də qulaq asırdıq Sevda xanım. Qüdrət, sən də buradasan. Tərlan da bizə qonaq gəlib, qızım. Sara xala doğru deyir. Elə gözəl yazıbsınız ki, mirvari kimi qulağa süzülür. Eləmi? Qumru da belədir. Qəribədir. Sizin rəyiniz birdir. Ancaq nədənsə üzə gələndə cırmaqlaşırsınız. Pişik balasını istədiyindən yerdə. Sevda. Heyif ki gecikdin Qaya. Yox, bütün yol üzünü sənin mahnına qulaq asmışam. Mənim səndən bir xahişim var. De. Mən istəyirəm ki, sən məni Korlar Məktəbinin müdiri ilə tanış edəsən, bəlkə o mənə kömək etdi. Yaxşı Sevda. Ürəyin sıxıldı? Yox, elə belə. Mənə biçarə kimi baxma. Qoy məni kör eləyən o qəhrəman bir qıza əl qaldırdığı üçün fəxr eləsin. Mən də min bir yol tapacağım. Yazıb yaradacağım. Mən bununla fəxr edirəm. Bəli, Sevdanın bu saat.